Baltalar var, baltalar. Onu bir götdü atdı bizə tərəf. O gəldi əmrxana dəydi orada. Yəni bir bıçaq atdılar. Mişen kimi də, mişen kimi. Sağaya çatanda elə açıldı və vurdu, alnından vuranda arxasına getdi, bir də qarnının üstünə vurdu. Belə ki, bəs 4 nəfər içindən seçir yerləşdi. Niyə gördük ki, bunlar apararlar Xan kəndinə. Orada cəmaatın gözünün qabağında bunlar asılarlar. Qorxur demin qulağın dibindən buradan vurdum baltanı. Buramda köndü. Körkəndə ucu avtomat nömrələ düşdü. Xoş gördük əziz tamaşaçılar. Bugün daha bir keçmiş hərbi əsiri sizlərə tanıtmağa çalışacağıq. Qonağımızı təqdim etməmişdən öncə hər birinizdən videolarımızı bəyənib paylaşmağı xahiş edirik. Cənab bəy, xoş gördük. Xoş gördük. İlk öncə özünüzü tamaşaçılarımıza təqdim edin, zəhmət olmasa. Balıkesir Gərək Xanalı oğlum, Xocavənd rayonunun Əmrəla kənd sakini. Cənab bəy, 89-cu ildə ilk xidməti Sovet ordusunda eləmisiniz. Sovet ordusundan təxris olunandan sonra isə elə Xocavənddə Milli Özünü Müdafiə batalyonuna qoşulmusunuz. Bilirik ki, erməni günlük-gündən güclənirdi. Bizdə də ki, düzdür, o vaxt ordu deyilən şey yox idi bizdə, ancaq könüllü də, birinin bir təhlükəsi var, birinin bir qoşalıqası ilə, yavar lapatka, bizə silah deyilən şey yox idi. Ermənidir ki, çiftə gündən güclənmişdi. Ona qarşı biz də xidmət başa vuruş gəlmişdik. Tək mən yox, bizim kəndin cavanları da öz müdafiə dəstəçilər yaratdıq, kəndimizi qorumaq üçün. Və mən 89-da gəldim, 89-dan sonra başladıq kəndim görəndə postlar qoyduq, nə bilim, Vayeni də o vaxt uyğusun, Vayenisi orada iştirak edirdi. Erməni də Vayenin əli ilə bizə hər axşam güllələr yağdırırdılar kəndə. Kəndə soxulurdularmı? Bəli, bitirlər, erməni gəlirdilər, erməni ursundan bir yerdə gəlirdi, kəndin içindən belə keçir, ablav edirdilər ki, görə kim var, kim yoxdur. Bütün kətləri gəzirdilər, içində erməni olmaq şərti ilə. Bəli, onlar da elə vaxtı gəldi ki, dekabrın 16-sı ursun çıxmaq vaxtı idi. 91-ci ildə? 91-ci ildə. 91-ci ildə biz getdik ki, Kurabatin deyilən yer, kənd var, getdik oradan, zavodda Alazın raket gizləmişdik də, o vaxtdan qalmışdı orada. Getdik ki, onu gətirək ki, yolda ermənilərə qarşı işlədək. Deməli, biz gələn vaxtda 12 nəfər idik Kamazla. Biz gələndə yolda bizi yerə sağlamışdılar ki, biz görmədik. Qəfildən BTR görəndə biz qaçdıq. Qaçanda 12 nəfər, nəsə 12-dən qaçan oldu, 7 nəfərimiz orada tərk silahlı yoxumuz idi. Biz orada tərk silah elədilər. Aydınlıq gəlirdi, mən orada maskalı adamlar gördüm. Maskalı adam. Neçə nəfərdən ibarət idi o maskalı? 2 BTR idi, üstündə doluydu. Hərəsinin üstündə bəlkə bir 20 nəfər vardı. Maskalılar mən şübhələndim ki, ermənilərdir. Ruslar yüz açıq idi. Ruslar söyürdülər. Amma onlar dinməcə dayanmışdılar silahlı əllərində. Amma erməni də 100% bilirdim ki, erməni. Nəysə biz orada tərk silah elədilər, mindirdilər BTR-yə. Bir getdilər Xocavənd rayonunun türmiyəsinə getdilər biz oraya. Bir gecə orada qaldıq. Qalanında gecə saat 2-3 radələrində gördük nəsə səs-küy var, çığırışma var. Çıxdı ki, bayıqlardır, erməni bayıqlardır. Gəliflər biz aparmağa. Onlar da vermək istəmirdilər. Bilməm nə söhbət nəsə bu polislər döydülər. Qapının türməsinin lomla qırdılar, bizi çıxartdılar. Mindirdilər bir kamaza, bizi dalış apardılar. Qərvin deyilən Xocavənd rayonunun böyründə qəsəbədir. Orada min zavod var idi. Orada yeraltı katel vardı, yeraltı betonla, 4 betərə betonla, içində su var idi, qalmışdı. Bizi apardılar, saldılar oraya, gecəsi qaldıq orada. Gecəsi qalınca tezdən biz dururdular ki, durun, bizi çıxartdılar çölə. Biz çıxanda ağacı biz gördük ki, haradasa burada bir 200 nəfər, 200 bəlkə çox. Burada ziyallısı da var idi, bayevkisi də var idi, cavan da var idi, qoca. Nəsə elə bir zooparka gəlmişdilər də, müsəlman tutublar. Bizi orada işgəncələr verildi, birlər millətin qabağında, çatan təpik, lom, lapatka, nə bilim, avtomatın qundağı. Biz onlara qarşı heç də eləyə bilmədik, heç də. Qolumuz bağlı,
Bizi o vəziyyətə gətirdilər, bir-bir ayağımızdan sürüb, biz 3 metr dənizdə betonu tuluydu bir-birimizin üstündə. Kimlə başara dəydi, nətər oldu, onu da Allah bilirdi. Adətən ermənilər belə işgəncə səhnələrini mülki vətəndaşların qarşısında edirlər. Orada mülki vətəndaşlar da gəlirdilər. Çox. Mülki başı, məktəbli uşaqlar. 11-ci, 12-ci sinif oxuyan uşaqlar. Gəlib bizə baxırdılar. Təbliğat apardılar ki, sizin düşməniniz bunlardır. Bax, belədir. Baxın, öz dillərini danışırdılar. Düzdür, biz elə belə bilirik, amma Ramaskı bilmirik də. Onu təbliğat apardılar bizim üstümüzdə. Deməli, oradan bizi döydülər, saldılar oraya. Elə bir məqam olurdumu ki, mülki vətəndaşlara da müəyyən ixtiyar verirdilər ki, onlar da sizə müəyyən işgəncələr versin, döysünlər? Gəlirdilər, əl axtamı 3 nəfər gəldi, qapını açırdı. 5 dənə dığa girirdi, bayaq o uşaqlar. Hazır özlərini ağaç gətirirdilər. Təpinə yox, ağac yox, meşə ağaçlardı hamısı. O meşə ağaçla bizi istəvələ bax, döşürdülər yerə, uzadırdılar. Baş, qol, ayaq, vicdanıdır, döşürdü, çıxırdılar. Bax, bizi o vəziyyətə qoydular. Hər axşam. Hətta uşaqlara da çubuq verib döyüzdürlər. Məktəbli uşaqlar gəlirdilər, biz uzadırdılar yerə. Orada əllərini çox verdilər ki, sizin düşməninizdir. Orada uşaqlar nə qanır? Başımıza, gözümüzə, burnumuza hara gəldi, vururdular. Gülüşürdülər, onlar da orada araq-çiri gülüşürdülər. Bax, belə bizə o vəziyyətdə. Bizi təmiz, orada pis vəziyyətə qoydular. Bax, hər yerdən gəlirdi, bizim orada boş vaxtımız olmur ki, görmək. Bir dəstə gelirdi, o birisi dəstə gəldi. O dəstə gelirdi, bu gəlirdi. Elə bir-birinə sözləşmişdilər də. Bax, bizi o vəziyyətdə. Bizim orada boş vaxtımız olmadı, biz ancaq döyülmək. Orada döyülmüşdü, bədən öyrəşmişdi. Nə qədər döyülür, gəlin bildik ki, döyülmür. Bizim nöqtü gəlir, mən döyül. Bax, elə. Ümumiyyətlə, qış ayında siz əsir olmuşsunuz? Elə vaxtı bir çılpaq deyirdə soğun. Qaçırdırdılar bizi. Çılpaq vəziyyətdə. Əlimiz nə paltarı vardı, yolda yarılmışdı, yaxşı burada heç növrəndə paltarı, cıncırdındır. Deməli, bizi orada ikinci axşamı gətdilər bu yerlə, bizə orada gəldilər. Nəsə bizim yaralı var idi, baş betona dəymişdi. Bir səy kimi olmuşdu, Bəhrəmov Nazim Bahadıroğlu. Səy kimi idi, oradan bir xahiş millət elək ki, biraz su gətirin. Dənəm onu işini görək. Yəni orada dığa erməncə deyir ki, Maksim gələcək, ona su gətirəcək. Biz bilməkdir, bir Maksim gələcək. Burada gördük ki, o gəldilər, biz çıxartdılar. Biz apardılar, bir dərin böyük katel idi. Orada şeydi, bu araqda çəkirdilər də, böyük zavodlar idi. Amma orada elə bir Uran qərargahı idi, ermənilərin. Qamerkalar qoyulmuşdu belə. O hesab mən elə bilirəm ki, olan iclası orada gedirdi, qərbindən. Biz içəri girəndə gördük, burada hamısı saqqallı, nə bilim, kalustoxlu, adamlar oturdu cəriyyəsində. Üzüm söhbət eləyəndən sonra o Maksim dedi ki, soyun. Soyun da burada nə var? Deməli, birinci Şahlas dayanmışdı. Əmirxan dayanmışdı. Mən dayanmışdım. Sonra Bayramov tağı dayanmışdı. Yox, tağı dayanmışdı, tağdan sonra mən dayanmışdım. Deməli, Şahlar belə vura-vura gəldi. Nə ilə vururdu? Pistoletlə. Elə başına vururdu belə. Tağı çatanda elə açıldı və vurdu, alnından vuranda elə arxasına getdi, bir də qarnının üstünə vurdu. Vurdu, orada bizi yıkıldı o iş. Bizi döyə gəldi, çıxdı belə. Sonra deyir, davay, paltarlarınızı gelin, kim paltarı tökülü var. Sən mənim paltarımı verirsən, mən sənin paltarımı, qaranlıq, işıqdan belə. Neyse, geldim bunu apardıq. Xocaməd deyilən burada qəsəbə vardı, Azərbaycan kəndi idi. Onun Xonaşın çayı vardı, apardıq, onu orada qazdıq, bastırdıq. Və onun axşamı gəldik ora. Gəldi tezdən bizi mindirdilər, birdən Oğaz gəldi. Oğaz gələndə, Oğaz keçərə getdi, 50 metrdə dayanıb. 50 metrdə dayanıb. Bir cəriyə buradan dayanıb, bir cəriyə də buradan, erməni. Hamısı bayaq bilərdi. Buradan ora kimi təpilənə gedirsən. Ora kimi çatmadın da. Buradan oraya gedəndə sağ 50 dənə təpik dəyirdi. Avtomatın qundağı dəyirdi. Eləsi getdi, yolda yıxıldı. Eləsi getdi, elə vuruldu ki, yolda yıxıldı, sürüb onu apar qoydu. Bizi bax, o formada mindirdi Oğaz.
skor koymuşlar, mindirdilər ona. Getdilər, Hocamazların ferması vardı, Tuyuq ferması. Oraya getdilər, orada da böyük fermadır, Tuyuq ferması. Onu da özləri üçün kazarma düzəldilər. Nəsə bizi getdilər, saldılar ora. Bura gəldilər, bir balaca otaqdır, betonlandı. Pəncərəsi yuxarıda fortuşkadı belə. Tezə türmədir. Bizi saldılar bura, dedilər ki, sizin işiniz bax burada. Deyib, odundur, qurumuş ağaçlardır, fermadır, peyndir, onu külüyün, nə bildir. Üstündə dururlar, 5-6 nəfər dururlar. Döyməkdəki öz yerindədir. Döyməkdəki maşının biri gedir, biri gəlir. Qoymurlar, gedəm işləyəm. Demişlər, odunu deyirəm, doğrayam da. Odunu doğrayan kimi mənə bəlkə 10 dənə gördüm. Neyse, burada da bir 2-3 gün burada işlədik. Sonra dedilər ki, bəs 4 nəfər içindən seçilərlər. Nə gördük ki, bunlar aparacaqlar Xan kəndinə. Orada cəmaatın gözünün qabağında bunlar asılayıyor. Bizə dedilər ki, həkim gəlir. Şimdi ağrıyanımız var da, qıçası qırılan var, sapılan var, qavrası qırılan var. Mənim dodam deyib, buradan sinəm qırılmışdı, avtomatın qundağına vurmuşdular. Ağrıyırdı, deyirlər, nə yaxşı olur bizə həkimlər. Deməli, bunlar şey edərdilər. Yəni, gülmək üçün. Həkim gəldi, promu girdi, axalətlə. Gönlüm nə bildi, girdi içəri. Burada bayağı qıymış deməli. İçəri gələn deyir, haran ağrıyır. Deyir ki, məsələn, deyir, bövrəyim ağrıyır, nə başım ağrıyır. Həmən yerə dubinka ilə vurur, deyir, ağrısı kəsdir. Deyirsən ki, yox, hə, kəsdir, hə, yox. İkinci səfər istəmirsən ki, vurur. Deyirsən ki, hə, kəsdir. İçəri deyir ki, çölə çıxanda deyilən ki, qəşək həkimdir. Dərman verdi, kəsdir. Əks halda təzə işgəncələrə məruz qalacaq. Bəli. Mən də gəlmiş yoldaşa deyirəm ki, gözümə nəsər deyirəm, o hamı baxırma. Deyirəm ki, qəşək həkimdir, sən qəşək dərman. Oraya elə bilin ki, deyir, haran alır, məsələn, bövrüm var. Dubinka ilə, tək ilə, yəni vurur. Bax, elə biz bu komik düzəltmişdilər bizi. Bir də gördük, bu az gəldi, 5-6 nəfər gəldilər. Gəldi, deyir, cəriyə dizilir. Cəriyə, yəni o azdan düşəndə bu cibində balaca baltalar var, baltalar. Onu bir götürdülər bizə tərəf. O gəldi, əmrxana dəydi orada. Əmrxana dəydi, buradan dəydi, çapdı, düşdü şəhə. Yəni bir bıçaq atdılar. Mişen kimi də, mişen kimi. Ümumiyyətlə bıçaq dəymədi də, dal dəydi, içməsə sinəsinə dəydi. Əylə. Onlar bax, oradan əylə qurtulduq. O formada. Bəs Əmirxanın ayağı yaralandı, onu necə? Heç kimi özümüz şeylədi, özü qaşıydı. Necə müalicə elədi? Heç də, elə o şalvarın maşkasının zadı vardı, onu sardıq, heç də. Elə sardıq və elədi qaldı. Heç də, doğru mu? Heç də, həkim var, bir şey yox, heç də. Bax, o formada onu elə sarğına elədik. O müddət ərzində necə qidalanırdınız? Qidalanmaq söhbət yoxdur. 13 gün mən orada qaldım, orada çörək yemədim. Çörək yemədim. Orada üçün özləri geyirdi, qəşəng domuz əti gətirirdilər, kababma var. Bizə domuz əti yeyən deyirdi ya. Çörək olanda sevinirdi ki, çörək var. Əti verdi, yer. Amma məcbur olub yeyirdik. Məcbur olub yeyirdik. Az ölməmək. Deyirdi ki, nəsə görəkdə bəlkə dəyişəcəklər, nəsə ümumiyyətlə yaşayırdıq da ki, nəsə ola bilər. Amma o deyirlər ki, insan canına özmürdür. Amma bezmək orada heç nə edərdi, deyirsən ki, ölümdür. Belə yaşamaqdan sonra ölmək yaxşıdır. Gecə gündüz onu fikirləşirdim ki, bunu nə tərizləyib, nə formülü. Bizə dedilər ki, 6 nəfər, dedilər ki, 4 nəfər gedəcək Xan kəndinə. Dedik ki, nəyə görə? Dedik ki, o gedəcək, cəmaatın gözünün qabağında bunlar asılacaq. Amma 2 nəfəri dəyişəcəyik. Onun bir mən idim, bir də Əmrxan. Dəyişisi dəyişəcəyik. Və hətta orada dedilər ki, sizin yəyiniz var, bunların yəyisi yoxdur. Bizə dedilər. Biz qaldıq, bunları mindirdilər. Düz, bunu həmən yoldaşlardan soruşum, sizin oradan nə tapar? Deyir, nə tapar, buradan ora kimi qolumuz bağlı. Otururmuşlar belimizdə. Uzanmışlar belə, cəriyyəsini düzəltmişlər belə. Görəsən, uzanmışlar belimdə, düz Xan kəndinə kimi, siqaret çəkəcək. Və oraya gedəndə orada da
bizim bu kəndin cavanları Ağdamda yer tutmuşdular. Hər Prakovun şoförünü tutmuşdular. Erməni? Yox, Rusun hərbi Prakovu. Onu şoförünü tutmuşdular. Hatta Xocavənd rayonunun hərbi prokurorunu? Yox, Xan kəndinin. Xan kəndinin, onun şoförünü tutmuşdular. Orada deyib ki, sizə nə lazımdır? Onlar deyib ki, bizim gürovlar var da. Onlarla dəyişmir. Burada deyib ki, mən gedəm göndərəm, mənim şoförümü buraxın. Bunlar gedib 4 nəfər gediblər ki, vayinlə. Ki, o ki, bunlar gətirirlər, bunlar öldürməyə. Orada vayini töküb, onu əllərindən almışdı. 4 nəfəri. Bax, onu gətirib, onunla dəyişdilər. O ki, biz gələndə bildik ki, belə məzun kim bilir, bizə xəbər orada verək ki, bu olubdur. Onu biz gələndən sonra bildik ki, onların qaçmağı. Bax, elə. Və siz artıq qaçış planı üzərində düşünməyə başladınız. Daha gecə gündüzümüz da yatmaq söhbəti yoxdur. Elə ancaq fikirləşirdik ki, nə form eləyək ki, yerə əziyyət çəkməkdən ölmək yaxşı. Ya çıxaq, ya ölək. Elə oldu ki, səhərə yaxın idi. Durğuzanda da karvatını durun, dedi, davay, durun oduna. Bunlar da 3 nəfər erməni idi. Üçünlərində silah var idi. Nəsə mən Əmirxana dedim ki, Əmirxan hoca axırı çatır. Dedi, bu yanımda yoldaşın iş olduğunu gələ bilmədi. Sağ olsun, onu da gəlib danışdırıq, o da dəyərli sözlər. O məndən ümid dilədi ki, mənim heç bir köməyim dəymir. Onu qıramırdım, onun qıçası yaralıydı, qavarası qırıldı, ona kömək gözləmirdim ki, mənə kömək eləsin. Prosto dedim, görək də nətər olacaq. Biz 20 veti bir araşmışdı, odun var, getmişdi onu kəsməyə. Bura 3 nəfər görün, nəsə erməni dinlədilər, danışırlar ki, öz dillərinə ki, ikimiz qalaq, ikimiz gedək, birimiz qalaq, sonra dəyişərik. Görün, bunlar 2 nəfər, 3 nəfər, ikisi getdi, biri qaldı. Siz erməni dilini bilirdiniz, də? Elə bir azmazdan, daha əli qaraması, elə bir getmək, gəlməkdən, Elə bir gözüm altına baxdım ki, bu ikisi getdi. Biri qalıbdı, bu uğraşda elə mənim döyən idi. Mən ən çox dəyəni bu idi ki, deyil, yaxşı bu qaldı. Yamuna verən Allah, yamuna verən, görün. Bura çıxırdan sonra, görün, məni çağırdı. Məni çağırdı ki, gəbra, öz dillərində. Yıxışdıq, gəldim, deyir, ordunu, elə o da Azərbaycanda elə belə verir. Peşçinin üstü, ordunu yoxdur, o yerlə gəlin, doğru gəlin, qoy peçə. Qoydum. İndi qavanda oturmuşam belə, burada qavan, özü oturub peçin qırağında, avtomat əlində. Avtomat baxıram ki, qoyub avtomat çıxıyor da, hazır vəziyyətlərdir. Mən bununla qabaq-qabağa iş görə bilməm, vura bilmərəm. Neyse, işte vurdum, yardım, gördüm elə, nasıl qızışır, mən de vurdum, hiss edə bilmirəm. Baltanın dalını kötüyə vurdum, kötü keçdi, bunun arxa tərəfinə. Arxa tərəfinə keçəndə, gəlmədim kötünün yanına, körüm də onu bana. Köndü aşağı, arxasına görəndə köndü bu. Bu da köndü mən tərəfə, o arxası peçə. Mən tərəfə əlində nəsə yoxda, əli üşüyür, avtomat uzandı. Xeyli mən də odun üstündə belə işlədim. Bunun əli üşüdü. Üşüyəndən sonra qayıtdı şeyə tərəf, peçə tərəf. Peçə tərəf qızışanda elə bir gülmək gəlir, öz dillərini aman terlo mahnısını oxuyurdu. Azərbaycan mahnısı. Azərbaycan mahnısı, mən belə dedim ki, oxu, sənin kitabdan oxu da görüm. Nəsə gəldim, onun boynunun dalına dayandım. Ermənidir, insandır da, insanı vurmaq, öldürmək, birdən ki öldürməmişəm, ölməmişəm, heyvan olsa dərim bir şey, heyvandır. Balta ilə durmuşam, onun boynuna tutulmuşam, Bu Əmirxana da demişəm ki, Əmirxan, fermanın başında cığır var, o cığırdan qaçarsan, o ki gördüm mən bunu deyir, başqa cığıra girmə, başqa cığıra girsə mən səni tapa bilməyəcəm. Yəni siz onu vuran kimi bu dərhal qaçsın? O gördün ki, mən onu vuracam, sən çıxdı aradan, bura aralaş. Orada mən sənə kömək eləyərəm. Amma o cığırdan çıxmır. Cığırdan çıxsan, qalasın. Tapa bilməyəcəm də, dumanlıdır. Mən cəhd çəkirəm ki, dumana girəm. Həmən gündə o dağlar duman gəlməmişdi, Allahın başına dönüm. Elə bir həmən duman həmən günü gəldi. Dağın başındadır. Dağın başında postladı orada, deyil, mənim postladı. Nəsə, mən balçanı qaldıran momenti gördüm ki, yanıma deyir ki, qıçam var. Gördüm, bu fermanın başını güllə kimi keçdi, sevindir. Bu keçməkdə o gün mənə bir istilik gəldi ki, baxacaq ki, qaçdı o. Qorxulu dedim, qulağın dibinə buradan vurdum baltanı.
Buramda köndü. Körkəndə ucu avtomat münəlindən düşdü. Düşəndə ucu birində baltanı çıxartdım, düz başının ortasına vurdum. Ucu bu arxası peçin üstünə. Şu açdı peçin üstünə çıxanda səs çıxmadı. Bir səfər belə bəlkə anqırdı eşək kimi. İkincisi vuranda o səs kəsdi. Yavaşca açdı peçin üstünə, koltuğun dibində mağazin vardı. Onu götürdüm, avtomat götürdüm, qaçdım. Qaçdım yoldaşa. Getdim bunu, çatdım buna. Bunu çatdım. Bu məni görəndə bunun qoçalar tutuldu. Əmirxanım. Əmirxanım dedi, aydır yeriyə bilmirəm. Bura siqaret çəkmiş adamdır. Nəfəs kəsilir, qavır. Dedim onda da mən dedim kürəyimdən tut, kürəyimdən. Mən böyle sarsaq kutqam var. Tut da sən sürüyəcəm. Başı qavağımız da böyle çorluqdur. Əhqavı yoxdur yanımda. Əhqav çıxıb yanımda. Coraf vaxtı yoxdur, əhqi yanımda. Qış ayı. Şaxta, tezdən şaxta. Bizim bura baxma, orada şaxtalı olur. Kolların üstündən gedirəm, Allah qeyir. Mənə bir güc gəlib ki. Bu iş bilməm, arxamdakı kimdir. Mən cəhd çəkirəm ki, dumana girim. Dumanda o mən işimi biləyim. Bunu götürdüm, dumana girəndə, yalın birini aşanda gördüm, ay düşdü. Maşınlar xodlandı. Erməni var. Mən bunları Allah'tım, bunları getdim, girdim düz postların altına. Erməninin düz postundan. Postla mənim aram deyib, burası var qədər. Amma qalın kolluqdur da. Vuran girmək mümkündür. Sürünə düz getdim, postun altına gizləndim. Bu zalım çıxmışdı, öskürək tutub, siqaret çəkən adamlar. Başını tutub asıram yerə, kilcəsi eləməsin, postu. Gördüm, ucu duman da gəlir, gördüm, ucu kamaz maşınlar gəlir, sep şəklində. Bəlkə də bir 100 nəfər sep şəklində gəlirlər, kolluqla. Az kolluq yoxdur, bilirlər ki, məndə silah var da. Az qalın kolluq yoxdur, göşürlər oran. Ki, ola bilər də oraya gedirəm. Bizdə oradan o tərəfə Qarakənd deyirlər, Qarakənd. Orada qalın meşəlik var. Acağın danlaşdı, girdi meşəlikdir. Ermənilər demək getdi, bizdə yol gəlir, düz bölüm, qaz durbası gedir. Xocamət rayonuna gedir. Onun bölümündə bir nar topası var. Girmişik oraya. Boz otlar var, yığılmışıq üstündən, maskorov eləmişik. Demək, bir də Ural gəldi, bölümümüzdən keçdi, getdi, küləyi bizi vurdu. Bizdən qabağa getdi, yol idi. Bir kilometr gedəndə dayandı maşın, düşdülər sep şəklində. O yüzden mən bildim ki, belə şübhələnmiş ki, bunlar bizim yerimizi bilirlər, bizi qurqalırlar. Deməli, halsa bir 50 nəfərdir, bax belə gəlir, sep şəklində. Mağazin də yolda bir düşürdü, daha tez tələsiyor, kol ilişirsə, bir dənə mağazin var, 30 dənə patrondan. İkisini çıxartdım, koydum göstərimə belə, dedim, Əlhamon bir sənində bilməm. Bunların yəni, düşünmək mümkün deyil də, elə birini öz təpəmə vuracaq, birini öz təpəmə. Böyle. Əmirxan razılaşdı. Deyir, mən taleyim səndən, deyir, neyirsən elə ki? Mən nə qara bilərəm? Heç bir şey, onu qıramalı deyil. Deməli, gəldi, davul başına da molla qalmış, seyid qalmayıb, Allah sakin. Nişan alın, özdə biz legal olmasa, biz Xocamətlərində ən güclü atıcı biz olmuşuq, bizim nəsil. Deyir, orası hamı təbii, Xocamətlərin hamı təsvili. Bizim attığımız yayımdır da. İndi mən demirəm, onlar hamısını qıracaqdım. Vuracaqdım, 28 dənə patrondan bir 5-in onu vuracaqdım. Demək, gəldi bir 50 metr qalmış, bir bayava ermənidir. Dayandı, Rakça ilə danışdı. Deyir, davay, topalaşın. Gəldi, avtobus gəldi, Ural avtobusu. Mindilər bunu, deyir, görüm erməcə deyir ki, burada dövləyə bağdalı meşiyə. Qarakənd meşəsi qalındı axı. Bunlar dalın kəsdilər. Sonra işarədən bir yarım saat çəkmədi, vertolyot qalxdı. Qalxdı, bozaqdayı görülmür, qələt deyib, bizi görülmür. Elə maskorov eləmişik ki, baxırlar da durbinlə belə, gəzə, koluqları baxa gedirlər. Nəsə iş burada tapa bilmədi. Bu da getdi. Axşam tərəfi gün batan çağıydı. Gördüm, it hürür. Bizə Əmxan orada kömək dedi ki, biraz səbir ol. Demək, bu itlər nədir? Yanlarında gecə erməni çubuş-mubuş axtarırlardı, qoyurlar ki, səskü eləmək. Demək, burada çubuşlar deymiş. Elə bilim ki, baxacaq gətirir, iyi sarmaq üçün. Ondan da qurtulduq. Gecə düşdü, qaranlıq düşdü. Yollar bilməm. Göz görməz, derim, davay, dur.
Erməni mənim aram deyil, bu yol qədərdir. Söhbət edirlər belə. Amma bilmirik ki, biz burada gizlənmişik. Nəsə oradan düşdü, oradan öz kəndimizə gəldi. Bizim kəndin yolunu kəsmişdilər. Mən adladım Muğanlı kəndinə. Muğanlı kəndi bizdən 5-6 kilometr aralı deyil. Həmin vaxt sizin kənddə mülki vətəndaşlar yaşayırlar mı? Bəli, bizə demişdilər ki, yoxdur, Əmrallah, Qurabat kimi, Muğanlı. Nəinki Muğanlı? Ağcəbəddir, Beyləqan, Bəhərdə yoxdur, Şirvana kimi. Kürdün köprüsü var, doğru kimi bizdədir. Biz o hələ görmürdük. Orada bir yüksəklik vardı. Əmrxan deyib, bu yüksəkliyə çıxar, orada bizim kətlər görkəcək. Mən orada kəvur çıxanda baxdım ki, bizim kəndin işıqlar hamısı yanır, gediş gəlir. Biz daha orada sevincimizin daha bir-birimizi uzaqlamaq, eləmək. O yüzden azad olduqdan, o yüzden neytral zonada bilir ki, yəni işıqların yanması, bəli, orada mülki vətəndaşların yaşamağına baxır ki, maşın ucu gəlmir də, Martuna Xocavəndə gəlmir. Ucu gəlir, o pis kəndədir. Yollar həmən neytral zona ayırır. O şeydə də daim güllər yaşayırdım, Muğanlı kəndində. Elə oradan gəldim, elə oradan arasında bir var, 5-6 kilometr dağlarla gəldim. Dağlarla gəldim kəndin üstünə töyük verməsi. Oradan çıxdım və daim gülü çağırdım. Sən nəfəs yoxdur, heç daha hey yoxdur, meyit kimi. Əmirxanda sizlə? Əmirxanda mənlə bir yerdədir. Yeriyə bilirdi sonra? Söykənə sürdüm, getdim. Elə orada o daim güllər çağırdım, sağ olsun Muğanlı cəmaatı. Elə haylamanını gördüm da, millət qalmadı. Aydınlıqla yeyirdi belə. Bəlkə körpəsi ilə gəlmiş də ora. Deyil, ola çatan dəviş, mən özümdən getdim orada. Bir vaxt baxdım ki, qorma iğnə vuranda biraz gözüm açdım ki, o şeydə, Muğanlı kəndi. Biz orada, mən gətirdim oradan maşına öz kəndimizdə. Bax, bu formada bax, mən... Ümumiyyətlə, o dövr ərzində, o dövrdə sizin kənddən çoxmu oldu əsir düşüb, işgəncələrə məruz qalan? Mən gəldim, bir 2 gün keçmədi. Bizim 2 dənə Həsənə Vasif, Ağamizoğlu, bir də Bəhramov, Hətəm Cəliloğlu. Onlar ermənilər tutdular onları. Onlar 2 nəfər getdilər. Bu saatda onların nə ölüsü var, nə dirisi. Bu saat itkindirlər. Bax, mən gəl çərsi oldu. Orada, bax, onlar oldu. Ondan sonra da ordu yarandı da biz, mən düz deyil, mən də iştirak eləmişəm orada, bizim qardaşım özü polis olubdu orada, bir qardaşımın şəhid olubdu orada. Bax, vuruşmuş, axıra kimi vuruşmuşuq. O vaxt ki, o, nətər deyim, səhişdəsiz komandirlərinin ucbatından bizim cavanlar bax, hələ qırıldı orada. Yəsi yox idi. Sağ olsun, Allah rəhmət eləsin, Heydər Əliyevə. O gəlməsəydi, biz bəlkə də həyatda yox idi. Bizi həyata qaytaran adam o oldu. Sağ olsun. Bir dənə knişka verdi, o vaxt qırmızı knişka idi. O vaxt bilməm, işələ almamışım, oradan bir dənə müavinət almamışım. Sonradan bunu dəyişdirdilər, göy rəngi oldu. Onu da almadım. Almadım, elə qaldı, birini alacağım, sabah alayım, getirəliyim, axırı keçən getdim ki, Bakıya. İnzibati məhkəməyə getdim orada. Orada qərar çıxartdılar ki, o şeydən gəldilər oradan, səfərbərlikdən gəldi. Oradan gəldi ki, mümkün deyilmi onun. Niyə mümkün? Mümkün deyil, bu iştirakçı olmuyor. Deyim, iştirakçı olmuyor, yaxşı, mən xoşuma getdim, düşdüm bir şeyə, erməni gör oldu. Bəs mən oradan bir avtomat getdim. Xahiş edirəm, mən bu veteranımı bərpa olunsun. Cənab bəy, hazırda nə işlə məşğulsunuz? Hazırda işləyirəm, Aqroliznikdə qarolçu vəzifəsində işləyirəm, gözətçi vəzifəsində işləyirəm. O digər sizinlə birlikdə olan əsir yoldaşlarınızla görüşmə imkanınız olurmu? Əlaqə saxlayırsınız? Bəli, var, əlaqəmiz var. Danışırıq bir-birimizdən. İşləyirlər, onlar nə bir pensiyalı, biri nə işləyir. Yaxşıdır. İnşallah, ümid edirik ki, yaxın vaxtlarda Xocavənd rayonu da ordumuzun nəzarətinə tam şəkildə keçəcək. Sizcə biz yenidən həmin ermənilərlə bir yerdə yaşaya bilərikmi? Xeyr.
Şəxsən mən yaşaya bilmirəm. Ona görə ki, mən yox, çətin yollarla yaşamaq. Ona görə ki, mən orada əzizlərimi öldürdülər onlar. Əsirlik dönəmində bax, ən ağır, yaddan çıxmayan, təbii ki, işgəncələrin hamısı ağır, gözülməz işgəncələrdir. Bu bir mənalı olaraq belədir. Və əsirlik həyatı deyiləndə ilk olaraq yadınıza düşən o acı hansı acıdır? Ən acı bu orada mənə təsir edən yurdu ki, o məktəbli uşaqlarını gətirir. Bizi onların qabağında alçatmağa, bax o. Bax, mən bizə təsir edən o. Hayır, mən görərlər, adam görərlər. Amma onun qabağındakı bizə deyərlər ki, bunlar belə millətdir, bunlar düşməndir, bunlar fəlakətdir. O, mən onu həzm eləyə bilmirəm. Bizə malik bu, bəstəmə. O, siz əsirlikdə olduğunuz müddətdə digər mülki əsirlərlə və yaxud hərbi əsirlərlə qarşılaşdınızmı orada? Və yaxud onların döyülməsi, qətlə yetirilməsinin şahidi oldunuzmu orada? Yox, o görməmiş. Biz orada olan momenti orada olmuşdur hərbi əsirlər. Orada olmuşdur. Biz birinci oradayım, Xocalı əsir düşənlər biz olmuşuq. Bizdən sonra Mucub gəldi, Dalışı gəldi. Qaradağlı soyqırımı, o fevral ayında oldu. Bizdən sonra mı oldu bunlar? Xocalı soyqırımı oldu. Yox, biz Xocalı biz düşünmüşük, rəstəvan. Ümumiyyətlə, bax, ərazilər işğal olmamışdan öncə də bu, belə deyək ki, ilkin mərhələ idi də, bu sizin döyüşdüyünüz dövr. Bax, o dövrdə ermənilərin insanları qorxutmaq üçün daha çox hansı hilələrdən istifadə edirdilər? Xocalı rayonunda müsəlman var, yaşayanlar çox idi. Orada bəlkə də bir 50-yə kimi Azərbaycanlar yaşayırdı o, Xocalı rayonunun içində. Onların gözümün qabağında, onların bir gündə evlərini yandırdılar. Bir gündə. Bir gündə yandırdı, hamısı çıxdı, gəlin, rayondan çıxdı, hamısı gəldi bizim kəndə. Bax, o mənim gözümün qabağında, rayonun ortasında evlər yanırdı. Bax, o vəhşilər. Bir dənə ancaq paltarını götürüb çıxdılar. Bax, mənim gözümün qabağında oldu. Biz getdik köməyə, yolda ürəyə gələn oldu. Su içən, biz getdik onun qabağında, biz kömək elədik. Bir günün içində 100 evi çıxartmaq elə belə gəlmədi. Onlar da hamısı silahsız, mıraqsız. Vayin ilə görürdü, vayin ilə içindədir. Vayin onları işləyirdi, o sular işləyirdi. Heç də eləmir. Ev yanında get görünərdi. Gecələr yiyib, içirdilər, Rusla olub. Kəndi verirdilər gübrəyə. Neçə evlər yandı. Pasiyançalar vururdular, işıq sönsün. Yerində elə bilirdi ki, daha vururdular. Həftələrin işıq görmürdü. Çox, erməni həddindən artıq bunlar çiftədən qurmuşlar da bu işi, çiftədən ucu bilirdik. Biz özümüz orada hamı işləyirdi, orada erməni yerlərində işləyirdik, kolxozunda. Son zamanlar görürdün ki, gedirik, 5-6 orada söhbət edir, 5 orada söhbət edir. Adamlar çəkilirdilər. Yolda demək, Qarakət yol vardı, bizim ən sarsaq yolumuz o idi. Ağdamla bizə gələn yolda o. Gedirdilər, gecələr onda gördün, kolxoz maşınlarını. Bir gündə 5-6 kolxoz maşını tutdular. Taxıl yürüdü, kəndə gətirirdi. O formada getdi. Maşını güllələyirdilər. Mənim rəhmətli qardaşımın yolda 66-ını düşdülər, dalına qırı. Bəlkə də 50 dənə güllə dəymişdi, salamat gəl çıxmışdı. Bax, bizim cəmaatı yol kəsirdilər gecə-gündüz. Güllələyirdilər. Harada daha ehtiyatlı olmalıyıq ki, gələcəkdə bax, bu cür faciələrlə bir də rastlaşmayaq? Onu ehtiyatlı eləmək üçün gəlirsən güydü, bileyin olar.
vay nə qəşəng. Güclü hərbi. Güclü hərbi olmalı. Allah şükür Pusatda var. Mən iki düzdür, mən oğlum da Pusat hərbiçidir, komandada. Bunun da yaxşı sürətlər olur. Fəxr edirəm bundan. Bir-iki gündə mənim ordumun qarşısında heç bir cür tab gedə bilmir. Mən arxayım. Bir-iki gündə şükür edirəm ki, mənim bir ordum var. Qərar bəy, maraqlı müsahibəyə görə minnətdarıq. Çox sağ olun. Çox sağ olun, çox sağ olun. Əziyyət çəkdiniz.